Get bir dənə xarabalığa çevrilmiş bir dənə bina tap. O binadır ki, xarabalıqdır. Daxil ol içəri, özün özünə sual ver, cavab al. Dinən bunu inşa edən insan var da, bir bənna var, bunu tikibdir. O hardadır? İkinci sualı ver. Dinən zamanında burada yaşayış olub, insanlar yaşayıbdır. Onlar hardadılar? Deyir, otur bu sualları ver, özün ona cavab tap. Deyir, bir dənə bunun cavabını tapsan, bəxtəvər insan olarsan. Sonra buyurur. Deyir, ola bilər xarabalığa çevrilmiş bina tapa bilmirsən. Get qəbirstanlığa. Oranın deyir sakinlərinə bax. Hamısının uzun uzadı arzuları var idi. Nə oldu arzular? Hardadılar onlar? Deyir, bu sualı ver, cavab tap. Və yaxud, deyir, öz yaşadığın ünvana bax. Hamımız bir yerdə məskən salmışıq, ha? Deyir, bir düşün. 100 il, 150 il bundan öncə orada başqa insanlar yaşayırdı. Deyir, bəziləri bir-biri ilə mehriban idi. Bəziləri bir-birinin paxıllığını çəkirdi. Bir-birinə həsəd eləyirdi. Bir-biri ilə dalaşan var idi. Dünya malı üstündə, var dövlət üstündə. Hanı onlar? Deyir, bu sualları ver, cavab tap, düşün bu haqda. Həzrət ona görə buyurur ki, bir saat düşünmək, təfəkkür etmək, gecəni səhərə qədər oyaq qalıb ibadət etməkdən üstündür.